Deməli, bura yazılıb ki, düzbucaqlı 3 bucaq verilib. Bu hissəyə yan til yazılıb, bu tərəfə hündürlük yazılıb. Yan til 12-dir. Yan til deməli burada əmələ gətirib aşağı ilə 60 dərəcə. Görək nələr eləmək olar. Hündürlüyü belə tapa bilərsən sən. 60-ın qarşısındakı hündürlüyü. Deməli, hipotenuzu bölərsən yarıya, vurarsan kök 3-ə. Hipotenuz böl 2 vur kök 3 hazırdır. Bir də deyirəm, hipotenuzu 2-yə bölüb, kök 3-ə vuranda hündürlük tapılır. Yəni 60-ın qarşısı tapılır. Salam. Burada bəs 60-ın qarşısına tər tapırıq. Yenə hipotenuzu bölürük 2-yə, vururuq kök 3-ə, 10 kök 3. Burada da yenə 60-ın qarşısını soruşur. Yenə biz 22-ni yarıya bölüb hipotenuzu vururuq kök 3-ə. Burada 60-ın qabağı 5'dir. 90 60 30 eləyir. 60-ın qabağını kök altda 3-ə böləndə 30-un qabağı tapılır. 60-ın qabağını kök 3-ə bölən 30-un qabağı tapılır. Təzən aldığın cavabı da 2-yə vuranda hipotenuz tapılır. Əla. Yenə 60-ın qabağını kök 3-ə böləndə 30-un qabağı tapılmış olur. Təzən onu da 2-yə vuranda hipotenuz tapılmış olur. 24 ölçülürsə 8 kök 3 yapışır yanına. Mail prizmanın yan tili 60 dərəcəli bucaq əmələ gətirir. Mail prizmanın yan tili oturacaqla, mail prizma əyri bir prizmadır. Onun yan tili oturacaqla 60 əmələ gətirir. Hündürlük. Buyurun Xəyal bəy. Hə, deməli, yan til 60 dərəcə bucaq əmələ gətirir. Hündürlük 7'dir. Tapın. Hündürlük 7'dir. Aha, başa düşdük. 90 60 30. 30'un qarşısını tapanda 60'ın qabağını kök 3'ə bölürük. Kök 3'ə bölürük. Düzdür? Əla. Sonra bunu da 2'yə vuranda 90'ın qabağı tapılmış olur. Mail prizmanın yan tili 12'dir. Aha. Oturacaq müstəvisi 60 əmələ gətirir. Görürsünüz, mail prizmanı çəkmə elə bir dənə yan tilini çək. Oturacaqla 60 əmələ gətirir. Bu da oturacaqla 60 əmələ gətirsin. Burada onun təpə nöqtəsi olsun. Hündürlük tap. Hündürlük bilinmir nədir. Amma yan til verilib. Yenə 60'ın qabağını tapanda nətər eləyirdik? Hipotenuzu 2'yə bölüb vururduq kök 3'ə. 6 kök 3 eləyir. Düzbucaqlı paralelipipedin üzləri hansı fiqurdur? Düzbucaqlı paralelipipedin üzləri düzbucaqlıdır. Aha, düzbucaqlı paralelipipedin üzləri nədir? Düzbucaqlıdır. Deməli 3 4 katetlər 3 4 hipotenuzda neçə eləyir? 5 eləyir. Belə. Demək 90 45 45 45'in qabağı 7, sobrusu 45'in də qabağı neçədir? 7'dir. Gəldik. Düzbucaqlı paralelipipeddə BB1 8'dir. BB1 8'dir. H-ı tapın. Düzbucaqlı paralelipipeddə bax bu qıraqlar elə hamısı hündürlük sayılır. Super. Gəldik. 90'dan 45 çıxdıq. 45 eləyir. 90'ın qabağı 8 kökdə 2-dirsə 45'in qabağını tapanda kök 2'yə bölürük olur 8. Hazırdır. Gəldik. Belə 90 45 45'dir. 90 qabağı 10 kökdə 2'dir. 45'in qabağını tapanda 90 qabağını kök 2'yə bölürük. O da eləyir 10. Hazır. Yenə burada fikir veririk. Bu hissə 90'dır. Onu tez qeyd eləmək lazımdır. Düzbucaqlı paralelipipedin bütün üzləri düzbucaqlıdır. Bunu qeyd eləmək lazımdır. 90 45 45. 90 qabağı 21 kök 2'dir. 90 qabağı 21 kök 2'dir. Aha, kök 2'yə böləndə eləyir 21. 21. Nəyi tapdıq? Hündürlüyü tapdıq. Oturacağın diaqonalını tapdıq. Bunlar hündürlüyü istəyirdi və o da hazırdır. Sonra ABCD A1 B1 C1 D1 düzbucaqlı paralelipiped. Düzbucaqlı paralelipiped bütün üzlər düzbucaqlıdır. Bütün üzlər düzbucaqlıdır. Oldu. Bax sonra deyirsən ki, qulaq asıram, başa düşmürəm. Yavaş-yavaş qulaq as. Bütün üzlər hamısı düzbucaqlı fiqurlarıdır. Hamısı düzbucaqlıdır. Məsələn, yuxarıdan aşağı eynidir.
Sağla sol, önlə arxa eynidir. Burada çətin bax bu ABCD, A1, B1, C1, D1 də sən narahat eləməsin. ABCD aşağıda yerləşir. A1, B1, C1, D1 yuxarıda yerləşir. Nə var burada? AB 3-dür. AD 4-dür. BB1 12-dir. Mükəmməl. Burada 12-dir. Burada 12-dir. Burada 12-dir. Sonra həmişə bax belə olanda bax bu aşağını birləşdirin. Birləşdirin aşağını. 90 dərəcə. 3, 4 Pifagorla düzbucaqlı fiquru daxı. 3, 4 Pifagor teoreminə görə buranın 5 tap. Təzədən 5, 12 Pifagora görə əsas diaqonalı 13 tap. Eyni şeydir burada da. Həmin şeydir. Burada da məsəl üçün 90-45 uzanı istifadə edirik. ABCD aşağıda. Məsələn A1, B1, C1, D1 yuxarıda. Yerləri dəyişik də ola bilər. İndi bunlar belə yazıblar. Bütün üzlər düzbucaqlıdır. AD 8-dir. AB 6-dır. Pifagora görə 10-dur. Bura 90-dır. Deməli burada 6, 8, 10-dur. Burada da 45 dərəcədir. B1, DB bucağı nədir B1, DB bucağı? B1, DB qayıdırsan D-yə. B1, DB qayıdırsan D-yə. Oradakı bucaqdır. Ondan sonra 45-in qabağı 10-dursa bu birisi 45-in də qabağı 10-dur. Həll oldu məsələ. Deməli, burada düzgün alt uzaq prizma açılışı verib, yan üzlər hərflərlə işarə edilir. Prizmanın hansı üzü A üzünə paraleldir. Deməli, bax bu xətti açsaq gəlir bura. Bu xətti açsaq gəlir bura. Bu birisi isə bura gəlir. A üzü deməli buradadır. D üzü də buradadır. A ilə D deməli üzbəüz durur. A ilə D. Onda Y bura gəlsə B ilə Y üzbəüzdür. F də yəqin ki bura gəlir. Onda C ilə də F üzbəüzdür. Düzgün dördbucaqlı prizma dedikdə nə başa düşülür? Oturacaq kvadratdır. Yan üzlər düzbucaqlıdır. Yan tillər hündürlük rolunu oynayır. Oturacaq kvadratdır. Yan tillər hündürlük rolunu oynayır. Yan üzlər düzbucaqlıdır. Kvadratın sahəsi 18-dir. Tərəfini tapın. Sahə veriləndə avtomatik test kökün altına sal, kvadratın tərəfi tapılsın. Bunda 9 vur 2 yazanda 3 kökdə 2 eləyir. Düzgün dördbucaqlının oturacağı səsi 72-dir. Düzgün dördbucaqlının oturacağı kvadratdır. Deməli, kvadratın sahəsi 72-dir. Kvadratın sahəsi 72-dir. Kvadratın tərəfi kök altda 72, 6 kök 2 eləyir. Kvadratın tərəfi B kök 2-dir. Onun diaqonalını tapın. Kvadratın tərəfi nədirsə, onu əlavə kök 2-yə vuranda, deməli, nəyi tapırıq? Onun diaqonalını tapırıq. Kvadratın tərəfi 6 kökdə 2-dir. Onun diaqonalını tapın. Dediyimiz kimi, nədirsə, onu kök 2-yə vururuq əlavə. Bunlar da ikisi birlikdə 2 eləyir. Kvadratın diaqonalı tapılır. Düzgün dördbucaqlı prizmanın oturacağın tərəfi 7 kökdə 2-dir. Düzgün dördbucaqlı prizmanın oturacağı kvadratdır. Deməli, kvadratın tərəfi 7 kökdə 2-dir. Oturacağın diaqonalını soruşur. Onda deməli, tərəfi əlavə kök 2-yə vururuq. 7 vur 2-dən 14 olur. Burada yenə 15-20 Pifagora görə x-i tapırıq. 15-in kvadratı üstə 20-in kvadratı bərabər x-in kvadratı. Oradan da x 25 olub. Yenə burada da 24-ün kvadratı üstə gəl 7-in kvadratı bərabərdir x-in kvadratı eləyib x-i oradan tapırıq. X 25-dir burada. Deməli belə. Sonra düzgün dördbucaqlı prizma. Düzgün dördbucaqlı prizmadsa bunun oturacağı kvadratdır. Kvadratı əlavə kök 2-yə vururuq. Aha. Ondan sonra Pifagorla da x-i tapmış oluruq. Düzgün dördbucaqlı prizmanın oturacağının sahəsi 128-dir. Davamını oxumuram. Düzgün dördbucaqlının oturacağı kvadratdır. Deməli, kvadratın sahəsi 128-dir. Onda kvadratın tərəfi nətər tapırsa, kök altda 128, o da 64 vur 2 yazsaq, 8 kökdə 2 eləyir. Bir də deyirəm, düzgün dördbucaqlı prizmanın oturacağı, yəni kvadrat, oturacağın sahəsi, kvadratın sahəsi deməli 128-dir. Onda kvadratın tərəfi kök altda həmin o 128-dir. Sahəni kök altda salırdıq kvadratda. Ondan sonra belə idi də, düzdür, 8 kökdə 2-dir. Onda onun oturacağın diaqonalı tapmaq üçün kökdə 2 əlavə vuruq olur 16. Hündürlükdəki verilib 12. Onda prizmanın öz diaqonalı Pifagorla tapılır 12, 16. Bu da 20 eləyəcək Pifagorla. Belə.